Hər gün internetə giririk, düzdür? Yaxşı, bəs heç düşünmüsünüzmü, bu sehr necə baş verir? Gəlin bu gün cihazlarımızın rəqəmsal dünyadakı, belə deyək, şəxsiyyət vəsiqəsi ilə poçt ünvanının sirrini birlikdə açaq. Təsəvvür edin, bir veb-sayta daxil olursunuz və ya bir dostunuza mesaj göndərirsiniz. O məlumat, o mesaj bütün dünyadakı milyardlarla, hətta trilyonlarla cihazın arasından necə olur da gəlib məhz sizin telefonunuzu və ya kompüterinizi tapır? Baxın, cavab iki çox vacib ünvanda gizlənib: MAC və IP. Gəlin bunu çox sadə bir şəkildə izah edim. Bu ünvanlardan biri sizin kim olduğunuzu deyir. Yəni, sanki sizin şəxsiyyət vəsiqənizdir. O biri isə harada olduğunuzu bildirir. Yəni, hal-hazırda yaşadığınız ünvan. Və bütün internetin sehri də bax məhz bu ikisinin fərqində və birlikdə işləməsindədir. Okey, gəlin birinci cihazınızın heç vaxt dəyişməyən kimliyi ilə başlayaq. Yəni, MAC ünvanı. Buna cihazın rəqəmsal DNT-si də deyə bilərik. MAC ünvanı, yəni tam adıyla Media Access Control. Bu nə deməkdir? Çox sadə. Cihazınız hələ zavodda istehsal olunan da onun şəbəkə kartına bir növ döymə kimi həkk olunan, heç vaxt dəyişməyən unikal bir nömrədir. Necə ki, bir avtomobilin şassi nömrəsi olur, eynilə o cür. Bu, cihazın özünə aiddir, onun fiziki bir parçasıdır. Burada ən vacib məqam nədir? Bilirsiniz, sizin harada olmağınızdan heç bir fərqi yoxdur. Evdə olun, işdə ya da gedin bir kafedə Wi-Fi-ya qoşulun, cihazınızın MAC ünvanı həmişə, amma həmişə eyni qalır. O, sizin rəqəmsal dünyadakı daimi, dəyişməz şəxsiyyətinizdir. Və işin maraqlı tərəfi olur ki, bu rəqəmlər və hərflər təsadüfi deyil. Bu ünvanın özü sanki bir hekayə danışır. Baxın, ilk yarısı bizə cihazı hansı şirkətin, məsələn, Apple-ın, Samsung-un istehsal etdiyini deyir. İkinci yarısı isə həmin şirkətin məhz bu cihaza verdiyi unikal bir seriya nömrəsidir. Beləliklə, dünyada eyni MAC ünvanına sahib iki cihaz ola bilməz. Hər biri özünə məxsusdur. Yaxşı, bu cihazın daimi kimliyi idi. Bəs onun müvəqqəti ünvanı? Hə, indi gəldik tapmacanın ikinci, bir o qədər də vacib hissəsinə, IP ünvanı. Məhz bu ünvan cihazınızın internetdəki hal-hazırki yerini müəyyən edir. MAC ünvanı daimi idi, düzdür? Amma IP ünvanı tamamilə fərqlidir. Bu daimi deyil, müvəqqətidir. Siz internetə hər dəfə qoşulanda, istər evdə, istər işdə, şəbəkə sizə müvəqqəti bir ünvan verir. Bu, eyni ilə bir otelə gedəndə sizə müvəqqəti olaraq verilən otaq nömrəsinə bənzəyir. Oteldən çıxanda o nömrəni təhvil verirsəniz və başqa bir qonağa verilir. Baxın, bu fərqi anlamağın ən yaxşı yolu budur. Tutaq ki, siz evdəki Wi-Fi şəbəkənizdən çıxıb, gedib bir dostunuzgilə və ya bir kafeyə qoşuldunuz. Həmin an sizin cihazınız yeni bir IP ünvanı alır. Necə ki, siz bir evdən başqasına köçəndə poçt ünvanınız dəyişir, eyni ilə o cür. Yaxşı, bəs bu IPv4, IPv6 nə məsələdir? Niyə iki fərqli növ var? Məsələ ondadır ki, internet o qədər sürətlə böyüdü ki, köhnə sistem, yəni IPv4 ünvanları sadəcə olaraq tükəndi. Bu, sanki bir ölkədəki bütün mümkün avtomobil nömrələrinin bitməsi kimidir. IPv6 isə bu problemi həll etmək üçün yaradıldı. O qədər çox ünvan kombinasiyası təklif edir ki, demək olar ki, heç vaxt tükənməyəcək. Bu, internetin gələcəyidir. Okey, deməli, əlimizdə iki fərqli şey var. Bir daimi, dəyişməz kimlik, bu oldu MAC. Və bir də müvəqqəti, dəyişən ünvan, bu da oldu IP. Bəs bu ikisi necə əl-ələ verib işləyir ki, dünyanın o başından göndərilən bir məlumat gəlib birbaşa sizin ekranınıza çatsın? Gəlin baxaq. Gəlin öyrəndiklərimizi bu cədvəldə qısaca ümumləşdirək və fərqləri bir daha görək. Baxın, MAC fiziki və daimidir. Birbaşa cihazın özünə kodlanıb. IP isə məntiqidir, yəni proqram təminatı ilə verilir və dəyişkəndir. MAC-ı cihazı istehsal edən şirkət verir, IP-ni isə qoşulduğunuz şəbəkə, yəni internet provayderiniz. Və bəlkə də ən vacib fərqlərdən biri, MAC ünvanı ancaq balaca, lokal bir şəbəkədə, yəni sizin evinizdəki və ya ofisinizdəki cihazlar arasında tanınır. Amma IP ünvanı məlumatın bütün dünyanı gəzərək məhz sizin lokal şəbəkənizə gəlib çatmasını təmin edir. Bu bənzətmə düşünürəm ki, hər şeyi tam aydınlaşdıracaq. Təsəvvür edin ki, internet qlobal bir poçt xidmətidir. Siz onlayn bir şey sifariş etmişsiniz. Baxın, IP ünvanı poçtalyonun sizin şəhərinizi və küçənizi tapmasına kömək edir. Yəni paketi böyük dünyadan gətirib sizin məhəllənizə çatdırır. Bəs məhəlləyə çatandan sonra, bax o zaman MAC ünvanı işə düşür. O da sizin konkret mənzil nömrəniz kimidir. Poçtalyon məhz o nömrəyə baxıb paketi binadakı yüzlərlə qapıdan məhz sizin qapınıza gətirir.
Gəlin indi bir məlumat paketinin gözü ilə bu səyahətə çıxaq. Addım 1. IP ünvanı paketə deyir ki, sən internetin bu geniş yollarından keçib filan ölkədəki filan şəhərdəki ruterə getməlisən. Paket gəlib sizin evinizdəki ruterə çatır. Addım 2. Ruter paketi alır və sanki soruşur. Yaxşı, paket gəldi, bəs bu evdəki kompüterə getməlidir, yoxsa telefona ya tabletə? Addım 3. Bax, məhz bu anda MAC ünvanı bir fənər kimi yanır. Ruter paketin üzərindəki MAC ünvanını oxuyur və onu birbaşa sizin kompüterinizə və ya telefonunuza yönləndirir. Və 4-cü addım və salam, məlumat hədəfinə uğurla çatdırıldı. Yaxşı, bütün bu texniki detallar gözəldir, amma bəlkə də soruşursunuz ki, bunun mənim gündəlik həyatıma nə dəxli var? Əslində var. Gəlin bunun bir neçə praktiki tətbiqinə baxaq. Məsələn, bir çox insan evindəki Wi-Fi şəbəkəsinin təhlükəsizliyini artırmaq istəyir. Bunun bir yolu MAC filtrlənməsi adlanır. Bu nədir? Siz routerə deyirsiniz ki, bax, ancaq mənim telefonumun, kompüterimin və ailə üzvlərimin cihazlarının, yəni ancaq bu siyahıdakı MAC ünvanlarının şəbəkəyə qoşulmasına icazə ver. Bu, bir növ kluba ancaq dəvətnaməsi olanların buraxılması kimidir. Yaxşı fikirdir, amma bir problem var. Təcrübəli biri, bir haker, sizin cihazınızın MAC ünvanını kopyalayıb öz cihazınız sizinki kimi göstərə bilər. Buna spoofing deyilir. Yəni, bu metod tam da güllə keçirməz deyil. Beləliklə, yekun olaraq nə deyə bilərik? Bu iki ünvan, MAC və IP, rəqəmsal dünyanın ayrılmaz tərəfdaşlarıdır. İnternetin işləməsi üçün hər ikisinə də mütləq ehtiyacı var. Biri olmadan doğru məhəlləni tapa bilmərik, o biri olmadan isə doğru evi. Onlar birlikdə işləməsəydi, bugün bildiyimiz, istifadə etdiyimiz internet sadəcə olaraq mümkün olmazdı. Və sonda sizi bir düşündürücü sualla baş-başa buraxmaq istəyirəm. Bildik ki, cihazınızın MAC ünvanı daimidir, unikaldır və heç vaxt dəyişmir. Bəs, getdikcə hər addımımızın daha çox izlənildiyi bu rəqəmsəl dünyada belə dəyişməz bir barmaq izi bizim məhfiliyimiz üçün bir risk yarada bilərmi? Bu barədə düşünməyə dəyər. İzlədiyiniz üçün təşəkkürlər.